Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Yeni ilimizin ilk videosu gəlsin dedik və soyuq hava kütləsi ilə bağlı bir məlumatı keçməmişdən öncə bu ilin ölkəmizə, insanlarımıza, ailələrimizə və hər bir kəsə xeyirli, ruzi, bərəkətli olmasını və bol qarlı olmasını arzu edirik. Qaldı hava haqqında məlumata. Bugün yanvar ayının 1-idir. Biz sizə öncədən demişdik ki, hava şəraiti dəyişilməsi gözlənir. Hal-hazırda Bakı Abşeron yarımadası gördüyünüz kimi şimal küləyi əsir. Şimal küləyi bir gün ərzində bir qədər güclənməsi gözlənilir. Bugün və sabah ayın 1 və 2-si bir qədər şiddətli küləyin olması ehtimalı var və yağıntılar olacağı gözlənilir. Şimal-qərb bölgələrində güclü yağıntı, xüsusilə Qəbələ, İsmailiyə çox güclü yağıntı gözləyirəm bu prosesdə və Bakı Abşeron yarımadasına sabah artıq bu zaman yağıntıların başlanması və bir sıra bölgələrdə artıq yağıntıların intensiv və güclü olması və əsasən yağıntılar yağış, sulu qar və qar şəklində olması gözlənilir. Örtük məsələsi yenə də deyirəm, prosesdən asılıdır. Müsbət 2 dərəcə kimi temperatur düşür. Əksər bölgələrdə örtük məsələsi belə deyək də zəif prosesdir. Ancaq örtük nə zaman ola bilər? Müəyyən otluqların üzərində, ağacların üzərində və bəzi bölgələr yüksək ərazilərdə və Şamaxı, Qobustana yaxın ərazilərdə, Abşeron yarımadası, Bakının bəzi yüksəklərində örtük ehtimalı yenə də var və Şimal-qərb bölgəsi, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ və lirik və yardım və güclü yağıntıların qar şəklində olması gözlənilir. Masallı, Lənkəran, Astara, Cəlilabad və digər bölgələrə isə prosesdən asılı olaraq yağıntılar sulu qar və qara keçə bilər. Bu qədər dəyərli dostlar, sizləri çox sevirik. Özünüzə yaxşı baxın, Allaha əmanət olun və ən əsası videolarımıza maksimum dərəcədə like etməyi və səhifələrimizə takib atmağı unutmayın. Facebook, Instagram, YouTube və həmçinin TikTokda bizləri izləməyi unutmayın.